var. Gəlin bu videomuzda isə informasiya xəstələri təqdim olunma üsulları ilə tanış olaq. İnformasiyanın deməli, fərqi yoxdur. Alınan informasiya və ya verilən informasiya faydalı olması üçün o müəyyən bir şərt ödəməlidir. Belə deyim, başqa bir dildə desək də, informasiyanın nə olmalıdır? Mütləq xassələri olmalıdır. İnformasiyanın çox müxtəlif xassələrini sadalaya bilərik. Məsələn, mən burada yazdığım xassələrdən əlavə, məsələn, deyə bilərəm sizə erişimlilik və yaxud etibarlılıq, əlavə bir neçə çox xassə saya bilərik. Amma bizə 7 dənə vacib xassə lazım olacaq ki, bu bizim imtahan suallarımız üçün çox vacibdir. Birinci xassəmiz tamlıq xassəsi. Tamlıq xassəsi, informasiya ilk növbədə tam olmalıdır. İnformasiyanın tamlığı obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. Yəni, yarımçıq toplanmış informasiya əsasında qərar qəbul etmək olmaz. Buna mən sadə bir nümunə də gətirim burada sizə. Məsələn, bir həkim bir xəstəyə diaqnoz qoymamışdan öncə nə edir? O xəstənin suallarla xəstəlik haqqında informasiyanı tamamlayır. İkinci, etibarlılıq xassəsi. İnformasiya bilərəkdən və ya bilməyərəkdən təhrif oluna bilir. Ona görə də hər hansı bir hadisə ilə bağlı araşdırma aparılan zaman mümkün qədər çox insanın fikri öyrənilməlidir. Müxtəlif mənbələrdən alınan informasiyalar üst-üstə düşdükdə onu etibarlı hesab etmək olar. Məsələn, buna bir sadə bir nümunə sizə gətirim dostlar. Məsələn, polis bir cinayət işini araşdırır və burada qatilin kim olduğunu bilmək istəyir. Bu zaman polis bir nəfərin fikri ilə, məsələn, hadisə yerində olan 5 nəfər iştirak edir və bir nəfərin fikri ilə, məsələn, X adlı şəxsi cinayətkar hesab edilir. Bu doğrudurmu? Təbii ki, doğru deyil. Etibarlılığı pozulur. Üçüncü xassəmiz informasiyanın aktuallıq xassəsidir. İnformasiya göndərilə bilir. Yəni, məsələn, dünən hava proqnozu bugün artıq aktual deyil. Yəni, dünən aktual olan informasiya bugün aktuallığını itirə bilir. Məsələn, bugün elə yer düşmüşkən 26 may 2026-cı ildə yağan 3 dəqiqə ərzində yağan dolu və doludan sonra 10 dəqiqə çəkən yağışın yaratdığı sel. Bu, bugün üçün aktualdır. Sabahki gün üçün isə artıq aktuallığını itirəcək. Obyektivlik. İstənilən informasiya haqqında insanların fikri eyni olmur. Hər bir insanın öz subyektiv fikri olur. Kiminsə şəxsi mühazəsindən az asılı olması informasiyanın artıq obyektivliyini göstərir. Aydın oldu mu? Yəni, Əlinin, Vəlinin, belə deyim, Kamilin fikrindən asılı olmur. Yəni, sırf obyektiv olur bu informasiya. 5-ci anlaşıqlıq xassəsi. İnformasiya nəzərdə tutun şəxsin başa düşdüyü şəkildə verilməlidir. Məsələn, mən bunu həmişə auditoriyalarıma girəndə, məsələn, belə bir nümunə verirəm. Mən girirəm 4 yaşında uşağa kompüter, elektron cihazı deyirəm. Burada biz informasiya üzərində müxtəlif prosesləri yerinə yetirə bilirik. Kompüterlərin həcmləri megabaytla, kilobaytla, gigabaytla ölçülür. Məsələn, bu artıq mənim danışdığım auditoriya 3 yaşlı, 5 yaşlı uşaqlar olduğu üçün burada nə olur? Artıq anlaşıqlığını itirir. Və yaxud musiqidə müəllim notlardan danışır, musiqi dərslərində. Ancaq bu, musiqi dərsi keçməyən bir şagird üçün nə olur? Burada anlaşıqlığı pozulur. Və yaxud ərəb dilində yazılmış bir yazı. Bu, yalnız ərəb ölkələrində ərəb dilini bilən bir şəxs üçün anlaşıqlığı daşıyır. Amma kənarcı anlaşıqlığı pozulur. Dəqiqlik xassəsi, dostlar. Bunu obyektivliklə qətiyyən qarışdırmayın. Bu, başqa xassədir. Yəni, informasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır. İnformasiya dedik ki, bayaq, bilərəkdən də bilməyərəkdən təhrif oluna bilir. Birinci halda informasiyanın yalan, ikinci halda isə tam dəqiq olmadığını deyirik. Məsələn, təhrif olunma və təhrif olunmama halında. İnformasiyanın təhrif olunmasının bir çox səbəbləri var. Məsələn, hər şeydən öncə belə deyim, istifadə olunan informasiya metodlarının mükəmməl olmaması ilə də bağlı ola bilər ki, məsələn, informasiya təhrif oluna bilər. Məsələn, mən baxıram, qarşımda müəyyən bir çəkili əşya durur. Mən deyirəm ki, məsələn, bu təqribən 5 kilo olur. Artıq mən burada bilirəkdən və bilməyəkdən bu informasiyanı nə eləmiş oluram? Təhrif. Amma mən bunu tərəzi ilə ölçürəmsə, artıq burada informasiya nə olur? Dəqiqliyə çevrilir.
Sonra isə dostlar, informasiyanın gəldiyi ən sonuncu adekvatlıq xassəsi. Adekvatlıq xassəsi də obyektivliklə də, dəqiqliklə də qarışdırıla bilir. Amma burada da diqqətli olsaq, necə deyərlər, məğzinə vararıq. İnformasiyanın adekvatlığı o deməkdir ki, informasiya obyekti, yəni belə deyim, bu kitabdırmı, əşyadırmı, güzgüdürmü, telefondurmu, fərqi yoxdur. Obyektiv gerçəkliyə deyil də, istifadə olunacağı məqsəd və vəzifələrə uyğunluğu əks etdirməlidir. Yəni, məsələn, telefon informasiyanın hal-hazırda danışıram obyekti. Mən telefonun belə deyim, obyektiv gerçəkliyə deyil də, onun əsas, məsələn, deyirəm ki, insanlar hal-hazırda məsələn telefonun asılı vəziyyətdə yaşayırlar. Bu obyektivlik gerçəklikdir. Amma adekvatlıq dedikdə isə mən burada telefonun məqsəd və vəzifələrindən danışacağam. Aydın oldu yəqin ki fikrim. Keçək indi informasiyanın təqdim edilmə formalarını uşaqlar. İnformasiyanın uşaqlar təqdim edilmə forması cürbəcürdür. Qrafik var, mətn var, multimedia var, səs var, ədədi var. Gəlin indi bunların belə deyim daxilinə keçək. Mətn informasiyası simvollar, hərf, rəqəmlərdən ardıcıllığından, mətndəki simvolların yerləşmə ardıcıllığı hamısı nədir? Belə deyim, mətn informasiyası. Mətn informasiyası bizim imtahanlar üçün hazırlaşdırdığımız informasiyalar toplusu, yəni mühazirələr toplusu mətn informasiyasıdır. İkinci ədəd informasiya, adından görüldüyü kimi ədədlərlə təqdim olunan bizə informasiyadır. Yəni, məsələn, statistik göstəricilər buna bir nümunə ola bilər. Qrafik informasiya rəsm, şəkil, sxem, xəritə, məsələn, coğrafi xəritəsi ölkələr haqqında verilmiş xəritə modelli qrafik informasiyadır. Səs informasiyası danışığımız, musiqi, küy, çıqqıltı, tıqqıltı, nə bilim, müxtəlif əşyaların çıxardığı səslərdən alınan, belə deyim, təqdim olunmuş informasiya gedir. Multimedia informasiyası. Bu multimedia video informasiya deməkdir. Yəni, multimedia müasirləşdirilmiş belə deyim, video informasiyanın adıdır. Məsələn, bir informasiya uşaqlar müxtəlif formada bizə təqdim oluna bilər. Məsələn, həftə ərzində havanın hərarətinin necə dəyişdiyini biz mətndən də verə bilərik, ədədlə də verə bilərik, cədvəllə də verə bilərik, diaqramla da verə bilərik. Sadəcə bizim bu təqdim etmə formalarını seçərkən diqqət eləyəcəyimiz, təqdim edəcəyimiz formada informasiyanın daha anlaşıqlı olmasıdır. Videolarımı bəyənməyi, kanalıma abunə olmağı unutmayın. İmtahanlarda hər birinizə uğurlar. Xoş seyirlər.